Özünüz təqdim edin. Mən Əhmədov Əsgər Əkbəroğlu, 2-ci Qarabağ müharibəsi qazisiyəm. Nələr baş verir? Bizi çağırmışsınız, sizin şikayətinizə əsasən gəlmişik bura. Qeyd edirdiniz ki, bura illər öncə zibillikxana olub. Bəli. Nələr oldu? Bax, burada nə dəyişikliklər elədin? Burada da mən gəldim qapıdan, bu qapı zat yox idi burada, bu qapıları qoymuşam. Burada zibilxana idi, bu hündürlükdə zibilxana idi bura. Burada 40-50 maşın zibil çıxartmışam. Bir ay buranın zibilini çıxartmışam buradan. Həm buranı tikmişəm. Bura iskelet idi, bütün hamısını özüm yığmışam. Divarından tutmuş, patologuna kimi. Şiferlərin yarısını özüm qoydurmuşam. Yəni burada heç nə yox idi da belə. Heç nə də zibilxana, bəs bu nədir? Bura yazıb Qarabağ Qazilər İctimai Birliyi, Nərmanov rayon filialı. Yaxın gəldi. Burada qazilər oturur, Nərmanov qazilərdir. Buranı siz tikmisiniz? Bəli, buranı mən tikmişəm. Görsədə də bilərəm ki, yəni orada bax, görsənir ki, təzə tikilib, nə oldu? Divarda görsənir, birləşmədə görsənir ki, təzə tikilib, nə oldu? Buranı mən tikmişəm. Buranı nəyə görə tikmişdiniz? Buranı ev kimi tikmişdim. Burada yaşayırdınız? Burada yaşayırdım. 4 uşağımla burada yaşayırdım. Sonra elə oldu ki, bura vaxtı kafe kimi işləmək, elə yaşamaq üçün. Sonra elə oldu ki, kafe kimi çay satırdım, mən özümü dolandırmaq üçün də çay satırdım mən belənçinə. Burada? Sonra cəmaət gəldiyində mən keçdim arxada ev tikdim. Tikdim deyənə remont elədim. Yəni yuxarı qurumlardan da kömək olundu, remont olundu ora. O qabaq hissəsi hamam, tualet edirdim. Burası da ev idi, yaşayış üçün. Köçdüm ora, buranın da müharibədən sonra bu qazi yoldaşlar gəldi. Dedim, oturaq burada, səvinə bir yerdəyik bütün gün, oturaq bir yerdə. O vaxtdan da bir yerdəyik. O kimi təşkilatı saldılar bura? Bəli, 2 dənə təşkilatdır burada. Bura nədir, bax, bura nədir? Buranın da şəhidlərimizin şəkili asılıb oradan, siz eləmişsiniz onu? Bəli. O şəhidlərin şəklini elə döyüşdən gələndən sonra onu mən düzəltdim, özüm. Öz vəsaitimlə düzəltdim. Vurdum ki, indi şəhidlərimiz də, yəni torpaqlar onların qanı bahasına alınıb. Yəni ona görə bir gözəllik üçün, həm də ki... Bəs buranı nə məqsədlə tikmişdiniz siz? Zəhmət olmasa oranı çək, operatorumuz. Oranı tikmişdim ki, boş yer kimi, həm də ki... Kabinet kimi? Yox, köçüb orada yaşamaq istəyirdim. İndi orada səs-küy olur deyənə dedim, köçəm burada yaşayım. Elə imkansızlıq oldu, tikə bilmədim, yarımçıq qaldı. Buranı da siz tikmişsiniz? Bəli. Burada eyni zamanda zibillik olub. Bəli, burada zibillik olub. Burada ortada zabor olub. Görünür orada. Oradan belə zabor olub. Burada o külək, möhkəm külək oldu. Külək bu zaboru aşırdı. Aşırdandan sonra da yenə pis görsənir deyənə, kubikləri görsənir. Kubikləri yığdım burada, ora yığdım. Bura açıldı. Bura da zibilxanadır. Buranın şəkilləri də məndə var ki, sonradan buranın zibilxanasını daşıdım. Əzdən. Eyni zamanda bax, buralarda siz düzəltdiniz. Bəli, hamısını yerə beton tökdürmüşəm. Aydındır. İndi beton tökdürdünüz, burada müəyyən işlər apardınız, abadlıq işləri quruldu və eyni zamanda bir neçə tikililərin tikilməyi həyata keçirildi. Hazırda nələr baş verir? Hazırda bu əsas Tural adlı şəxs. Tural kimdir? Şakir, bina tikən Şakirin oğlu. Haralıdır? Bərdəlidir, Tərtərlidir deyəsən, Tərtərlidir. Nərmanovda binaları var. Bəzən başqa yerlərdə də binalar var. Bunlar heç o vaxtı mən buranı götürəndə bunlar yox idi. Yəni bu ərazidən Bəli, bu ərazidən söhbət gedir. Böyüşünə belənçinə uca başladılar gəl-ged etməyə. Siz bura ilk dəfə gələn müddətdə, bura zibillikxanadır, özünüz qeyd edirsiniz. Bəli. Həmin müddətdə buranın sahibi var idi burada. Xeyr. Neçənci ildə gəlmişsiniz bura? 2015-in. 2015-ci ildə, dəyərli izləyicilərimiz, baxın, 2015-ci ildə bu qardaşımız, qazi qardaşımız gəlir bura, buranın boş ərazi kimi görür, bura zibilxana olur, buranı tamamilə təmizləyir və eyni zamanda bir neçə obyektin, yəni tikililərin tikilməyində öz vəsaiti hesabına hər şeyə nail olandan sonra, üzərindən bir 10 il keçəndən sonra bir nəfər çıxır ortaya, yəni qazimizin dediyinə görə, gəlir ki, bura mənimdir. Bəli. İndi nələr baş verir bu hazırda? İndi də ki, məhkəmələri deyir ki, özü dilinlə dedi ki, mən siz qaziləri pulla məhkəmələri alacam, siz qaziləri diz çöktürəcəm, yəni siz mənə bata bilməyəsiniz. Əsas Tural adlı şəxs sözləri, yəni özü üzə çıxmasa da xəbər göndərir. Kimdən xəbər göndərir?
Qardaşınla göndərib, Əlinurla göndərir. Yəni deyir ki, mənim pulum var, fişoda hər şeyə pul əliləyir. Mən də deyirəm ki, mənim gözəl prezidentim var, dövlətim var. Mən dövlətimi, prezidentimi sevən insanam. Mən də köməyi dövlətimdən istəyirəm, prezidentimdən istəyirəm. Aydındır. Siz ona sual verirsinizmi? Bax, bura Zibilxan olub, 10 ildir siz hardaydınız? Mən bu bir belə burada, belə deyək də, el arasında dəzgah yaradıb, hər şeyi qurlaşdırandan sonra siz çıxmısınız ortaya. Deyir, sən bura heç nə eləməmsən. Yəni bu deyir, bura belə idi. Bəli, biz onu eləməmiş kimi sayırıq. Sən heç nə eləməmsən bura. Yəni deyir, sizlər də bizlər üçün heç kimsiz, döyüşmüsünüz, özünüz üçün döyüşmüsünüz. Yəni bizim pulumuz var, beləsinə deyir, bizim pulumuz var, biz pulla hərəkət edirik. Kim deyir bunu? Tural. Tural kimin oğludur? Şakirin. Şakir bina tikən türmədə rəhmətə getdi. Allah rəhmət eləsin. Şakir özü pis adam olmayıb, ancaq evladı verər də, evladı qanımızı içir də. Üstümə türmədən mənə zəng elətdirib. Hədə qorxu gəlinib. Bəli, türmədən mənə zəng elətdirib, hədə qorxu gəlinib. Bantizmi apartdırıb məni. Ölümü apartdırıb, formada məni aparıb kepezəyə soxdurub. Bura polislərlə dəfələrlə gəlib. Mən demirəm, obyekt yəsidir, sənəti var, bəli. Sənəti var mı? Bəli, 2 dənə yerin sənəti var. Buranın sənəti var, mağazinin. Mən demirəm, yerin yəsidir, ancaq mən burada bu əziyyət çəkmişəm. Banklara borcum var, bankdan pul götürüb bura xərcləmişəm. Mən 4 uşaqla çıxıb küçədə qalası döyürəm ki, sizin istəyiniz nədir hazır? Mənə bir dənə, mən demirəm, mənə get villalı, bir dənə yüngülvarı ev alsın, çıxım gedin. Yəni siz buranı təhvil verib getməyə də razısınız. Bəli. Mən məhkəmələrdə də demişəm. Yenə deyir ki, yox, mən nə deyirəm odur. Yəni heç nənə razılaşmır. Mən sonda cənab prezidentimdən kömək istəyirəm. Mehriban xanımdan kömək istəyirəm. Cənab Əlin Ağayevdən kömək istəyirəm. Vilayət müəllim Evazovdan kömək istəyirəm. Dövlət qurumlarından kömək istəyirəm ki, yəni bunun qarşısını alsın, mənə köməklik eləsinlər. Mən Kərimov Faiq Behbudoğlu. Burada yaşayırsınız? Yox, Biləcərdə yaşayıram. Biləcərdə yaşayırsınız. Bizim aldığımız məlumata görə, bax, burada görülən işlərlə bağlı sizin də burada böyük əməyiniz, əziyyətiniz olub. Neçə illər bundan öncə siz burada işlər görmüsünüz və bura sahibkar kimi olan şəxs kim olub? Mən burada neçə illər bundan qabaq yığdığım bir qadi ilə oradan tikirlərdə o zaborları, buranın betonunda, orada bir tikintinin olmasında, burada bir tikinti olmasında, həyətin asfaltlanmasında hamısında Əsgər müəllim var burada. Əsgər müəllimlə münasibətimiz olub. O qazi idi, Əsgər müəllim 92. Yəni, bugünkü bura sahiblik eləyən şəxs. Bəli, Əsgər. Xudavərdiyev Salman, Vətən Müharibəsi qazisi, həm birinci, həm ikinci Vətən Müharibəsinin qazisiyəm. Yəni burada yaşamaqda məqsəd ondan ibarətdir ki, biz qazilər, Əsgər Əhmədov bizim döyüş yoldaşımız olur. Bugün onun hüquqları pozulur. Yəni bu belə bir yerdə dayanmışıq ki, burada şəhid ruhları olan bir yerdir. Hal-hazırda Əsgər Əhmədovun, yəni qazimizin hüquqları pozulur. Dövlətdən, dövlətçilikdən, cənab prezidentdən xahişimiz odur ki, bizim bu haqq səsimizə səs versin. Mən ehtiyatda olan Gizir Quliyev Kənan Camaloğlu 3-cü qrup Qarabağ əlliyəm. Bildiyiniz kimi bizim burada ictimai birliyimiz yerləşir. Şəhid ailələrinin və qazilərin hüquqlarının qorunması ictimai birliyinin Nərmanov filialıdır. Bugünkü gündə burada bizə çox ciddi problemlər yaradılar. Tək bizə yox. Demək olar ki, bizim əsgər qardaşımız var, o da döyüşçüdür. Özü 10 ildən artıqdır, dayıcı qazi olmamışdan qabaqdan burada bu adam məskunlaşıbdır. Burada bütün buranın qurulmasında, tikilməsində böyük xərclər xərcləyibdir. Bugünkü gündə bəzi işbazlar, belə deyim də, yenə deyirəm, dövlətin, dövlətçiliyin yanında olan biz qaziləri pulları gücünə yıxmaq istəyirlər, amma biz də bilirik ki, bizim elə bir dövlətimiz var, elə bir ali baş komandanımız var, elə bir güc strukturlarımız var ki, heç vaxt onlar şərait yaratmaz ki, hansısa bir işbaz, dələduz bugünkü gündə gələ, burada bizim, yenə deyirəm, qazi qardaşımızı və bizim burada olan ictimai birliyimizi əlimizdən ala, burada nəysə bir problem yaradır. Aydındır. İndi siz qeyd edirsiniz ki, bu ərazi
Kimə məxsusdur hal-hazırda? Bu hal-hazırda bizim qazi qardaşımız əsgərə məxsusdur. Yəni o yaşayır burada, o yerləşib, bütün buranın tikilməsində, qurulmasında onun xərclər çəkibdi, böyük belə deyim də fəaliyyətləri olubdu. Qoruyub saxlayıbdı buranı 10 ildir. İndi bir nəfər çıxıb ortaya deyir, bura mənimdir. Və eyni zamanda əsgər, yəni qazimiz bu təşkilatın burada açılmasına sizə şərait yaradır. Bəli, bu təşkilatın burada 2 dənə ictimai birlik yerləşir. Biri bizimkidir, biri də bir başqa ictimai birlik var. Əsgər də şərait yaradıb ki, bugünkü gündə burada biz oturaq, yenə deyirəm, şəhid ailələrinə, qazilərə, dövlətə, dövlətçiliyə daha da belə deyim də əlimizdən gələn gücü, qüvvətini göstərib xidmət eləyək dövlətimizə. Onların məqsədi odur ki, buranı alsınlar, buranı belə deyim də, burada hansısa bir bina mı tiksinlər və yaxud nəsə bir iş mi görsünlər. Yəni fikirləri, məqsədləri odur. İllərdir yox idi ortada bu adamlar. Qaçaq düşmüşdülər. Çünki bilirsiniz, müəyyən səbəblərə görə bunların özləri əvvəllər bina tikintiləri ilə məşğul olubdular ölkədə və çox insanları alladıblar. Bir kvartiranı 5 nəfərə, 10 nəfərə satıblar dayıcı. Neçə illərdir bu adamlar yox idi ortalıqda. Bizim aldığımız məlumata görə həmin indi bura sahib çıxan şəxsin atası da o vaxtı bina işi ilə məşğul. Bəli, Şakir adında şəxsdir, bina tikintisi ilə məşğul olubdu. Sonra bir müddət türmədə olubdu. Mən eşitdiyimə görə orada da rəhmətə gedibdi. Allah məkanı cənnət eləsin, biz heç nə demirik, amma belə görürük ki, onun oğlu da atasının yolunu gedir. Dövlətimizdən, dövlətçiliyimizdən kömək istəyirik. Yenə deyirəm, biz Cənab Ali Baş Komandanımızın əsgərləriyik. Bütün, yenə deyirəm, başda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayev olmaqla, Vilayət Eyvazov olmaqla hər birinə əvvəla təşəkkürümüzü bildiririk və istəyirik ki, onlar da bizim yanımızda olsunlar. Bugünkü gündə bizə kömək olsunlar, arxadayaq olsunlar ki, kimlərsə pulundan istifadə edib, yenə deyirəm, Azərbaycanın belə igid oğullarının əzməyə çalışmasınlar. Təşəkkür edirik, minnətdarım.